Oğlumun arvadını ala bilmərəm deyirsən, düzdür? Sen yok, sen mümin değilsin. Ay, Sen möminlər ala bilər. Kulak as, o mümin yok. Sen peygamber seviyesine çatmamsın. Ay qardaş, peyğəmbərə getmir bu. Bax, oxuduq olmaya bilmirsən sən qürbət. İdraç problemin var sən. Yok, yer yok. Ben Qada, sana qada. Peyğəmbərlə Zeydin arvadı ilə peyğəmbəri ona görə evləndirdik ki, möminlər alanda problem olmasın. Anlayırsan? Neyse. Biz yüzde oturabiliriz. Yine bak. Otura bilmərik. Yox. 600 manat məndən üstə oturmalıyım. Görürsen ki sen de bunlar geçen evde Anlamadım. Alayım ola gedir. Müşkül mü? Niye Hadi geliyor? mən tanımıram. Ma o mollara molla cihetine gözüne bak. Kimdən bax, ilahiyyatçıların havayı debata gedir. Onlar ölüye hürmetsizlik Gönə deyirəm. İlahiyyatçıların pulsuz debata gedir. Bildim evi bak. Ha. Sen bana deysen ki sen promoyu ben deysen 600. Bir başa deyirəm 600 manat, mənlə debat eləmək istəsən 600 manat. Yaxşı ben sana 600 manat verdim. Din adamlarını oturdurdum Ha. qabağında biz de. Ha. Yox, təkcə ondan bitmir. Sen dine imana gelsen sen bana 10 bin vereceksin ha. Dini imana mən gəlsəm sənə 10 min verəcəm. Amma o ətrafındakiləri paketləsən sən mənə verəcəksən. Ne diyor ki mesela sen niye vermem? Sen 600 manat Ha, ver. çodur meydandır da mən verəcəm sənə imana gəlsəm 10 mini. Sən onları mən imansız eləsən olacaq. Sen onları bilirəm. Ben de o ateşlere girdim. Şey. Bax, mənlə debat eləmək istəyən dindar var ətrafında. Elbette. Əlbəttə. Studiya, güvənlik 600 manat. Təklif budur. Qəbuldur. Yok ben veririm sen 600 Sıkıntı manat. yok, çok target. Herkese selamlar değerli dinleyiciler. Bugün yine maraqlı, bir o qədər də trajikomik bir mövzu ilə qarşınızdayıq. Bəli, trajikomik sözü buraya tam yerinə düşür. Çünki yenə kimsə tarixdən, teologiyadan və xüsusilə də sosiologiyadan xəbərsiz halda elm adından danışaraq özünü gülünc vəziyyətə salıb. Söhbət sosial şəbəkələrdə çıxış edən Çevik adlı bir ateistdən gedir. Deməli adam ekranına Quranın Əhzab surəsinin 37-ci ayəsini qoyub və elə bir əda ilə, elə bir istehza ilə çıxış edir ki, sanki 14 əsrlik böyük bir sirrin üstünü açıb, qaranlıq bir otaqda gizli bir qapı tapıb. Ay sağ ol. Nədir bəs bu böyük kəşf? Deyir ki, Peyğəmbərlə Zeydin arvadını ona görə evləndirdi ki, möminlər bunu alanda problem olmasın. Yəni, təsəvvür edirsən, adam ayənin düz mərkəzində açıq-aşkar yazılan məqsədi oxuyur və bunu cəmaata, baxın, mən ifşa etdim kimi sırıyır. Tamamilə doğrudur. Atalarımız çox gözəl deyib, görünən kəndə bələdçi nə lazım? Qardaşım, bu onsuz da ayənin bəyan etdiyi əsas məqsəddir. Heç kim heç nəyi gizlətmir axı. Gəlin məsələnin tarixi və sosioloji kökünə enək. İslamdan əvvəlki ərəb cəmiyyətini, yəni cahiliyyə dövrünü yada salaq. O dövrdə çox kök salmış sərt bir tabu var idi. Birini övladlığa götürürdünsə, o uşaq tamamilə sənin qanından və canından hesab edilirdi. Hüquqi olaraq doğma oğlun sayılırdı və təbii olaraq övladlığın boşadığı qadınla evlənmək o cəmiyyətdə ən qəbul edilməz qadağalardan biri idi. Məhz burada İslam hüququ, yəni şəriət, cəmiyyətə inqilabi bir müdaxilə etdi. İslam qan qohumluğu ilə hüquqi qəyyumluğu, yəni kimisə himayəyə götürməyi kəskin şəkildə bir-birindən ayırdı. Əhzab surəsinin 4-cü ayəsində açıq deyilir ki, sizin övladlığa götürdükləriniz sizin bioloji övladlarınız deyil. Bəli, bioloji övlad deyilsə, genetik qohumluq yoxdursa, elmi olaraq burada hansı problemdən söhbət gedə bilər? Heç bir fizika, kimya və ya biologiya qanunu pozulmur. Amma Çevik bəy bu sosioloji və teoloji məsələyə elmi çürütmə donu geyindirməyə çalışır. Cəhalətin miqyası adamı həqiqətən heyrətləndirir. İnsanların zehninə yüzillərlə qazınmış tabuları qırmaq asan deyil. Sadəcə qanun çıxarıb bu belə deyil deməklə kütlənin psixologiyasını dəyişmək olmur. Bunu ancaq cəmiyyətin ən güclü, ən nüfuzlu fiquru öz şəxsi nümunəsi ilə ləğv edə bilərdi. Məhz buna görə də Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm öz övladlığı Zeydin boşadığı Zeynəblə evlənərək bu çürük ənənəyə əməli olaraq son qoydu. Ayənin mətni elə bunu deyir. Ta ki müəminlərə övladlıqlarının boşadıqları qadınlarla evlənməkdə heç bir sıxıntı olmasın. Məsələnin bütün fəlsəfəsi və hikməti budur. Amma deyəsən, Çeviyin dərdi nə fəlsəfədir, nə də elm. Videonun qalan 80%-nə diqqət etmisən? Adam elmi müzakirə əvəzinə qarşı tərəfdən studiya və təhlükəsizlik xərci adı altında İsranla 600 manat tələb edir. Hələ o 10.000 manatlıq mərci demirəm. Yəni iman gətirsən, mənə 10.000 verəcəksən. Yəni adam teoloji debat aparmır, adam sanki kazinoda mərcə girir. İntellektual, obyektiv axtarış harda, 600 manatlıq debat haqqı harda? Bu aydın şəkildə kommersiya və şou xarakterli bir yanaşmadır. Məqsəd argumentləri hörmət çərçivəsində təhlil etmək deyil, reyting yığmaq və cibini doldurmaqdır. Çox təəssüf, boşuna deməyiblər. Nadanla dost olma, başı bəlalı olar. Cahillə bəhs etmə, sözü havalı olar. Çeviyin də sözü tam havadan gəlir, boşluqdan. Məsələnin nə elmlə, nə də dərin axtarışla əlaqəsi yoxdur.
Xülasə, bugün sosioloji bir islahatı elmi qüsur kimi sırıymağa çalışan, hər sözünün altından pul və mərc ehtisası boylanan bir yanaşmanın necə alt-üst olduğunu gördük. Bəli, dinləyicilərimizə tövsiyəmiz odur ki, bu cür ucuz manipulyasiyalara, məzmundan qoparılmış cümlələrə və şovmen xarakterli ateistlərə aldanmasınlar. Hər zaman oxuyun, araşdırın və tarixi konteksti göz ardı etməyin. Bugünlük bu qədər. Növbəti vurğuluşlarda daha dərin və mənalı mövzularla görüşmək ümidi ilə hələlik.